Çünki təcrübə çox önəmli bir şeydir. Mən deyirəm ki, təcrübə hazır xəzinədir. Təcrübə hazır xəzinədir. Baxın, əmək vermədiyiniz, para xərcləmədiyiniz, zaman ayırmadığınız hazır xəzinədir. Amma o zaman xəzinə olur ki, siz gedirsiniz o xəzinəni öyrənirsiniz. Təcrübə deyirəm ki, gözəl gənclər, dəyərli gənclər, hazır xəzinədir. Yaxşı, gözəl, dünyanı da kimin irəli getmiş, inkişaf etmiş, böyük işlərə imza atmış insanlar varsa, lütfən, amma lütfən onların təcrübəsini öyrənin. Təcrübə hazır xəzinədir. Sizi gözləyir. İkinci, təcrübəyə ona görə ehtiyacınız var ki, insan həyata bir dəfə gəlir. Az müddət, çox da müddət deyil, bir dəfə gəlirik. Bu bir müddətdə az vaxtda çox iş görmək üçün hər şeyi oxumaq imkanımız yoxdur. Hər şeyə vaxt çatdırmaq imkanımız yoxdur. Nə edəcəyik? Hazır təcrübədən istifadə edəcəyik. Başqaları bunlara etdi, təcrübəni bizə qoydu. Ağıllı insan, ağıllı gənc həm də o təcrübədən gözəl şəkildə istifadə edə bilər. Ona görə də mən istəyirəm ki, təcrübəmi sizinlə paylaşam, dəyərli gənclər. İnsan bir şeyi niyə edir desəniz, insanın bu bütün hərəkətlərinin, davranışlarının əsasında mən deyirəm ki, özünə sevgisi var. İnsan nə üçün su içir? Çünki özünü çox sevir. Nə üçün özünü qorumağa çalışır? Nə üçün gözəl görünməyə çalışır? Çünki özünü çox sevir. Özünü sevən həm də özünü qoruyur. Özünü qorumağında iki yolu var. Birincisi budur ki, gözəl gənclər, dəyərli gənclər, xeyir işlərə yönəltmək. Yəni, özünü qorumağın iki dənə yolu var. Biri xeyirli olan, doğru olan, yaxşı olan, bərəkətli olan işlərə yönəlmək və onlara etmək. Bu insanı qoruyar. İkinci, bu yetməz. İkinci bir addım da atmanız zəruridir. O da nədir? O da yanlış olan işlərdən çəkindirmək. Çəkinmək, yanlış işlərin içine girməmək. Əgər bu ikisini etsəniz, yəni xeyrə yönəlsəniz, şərdən çəkinsəniz, siz qorunmuş olacaqsınız. Qorunmağın düsturu budur. Və bu düsturu mən əziz Allahın kitabından öyrənmişim. Əziz Allah buyurur ki, əmri bil maruf, nəhi ənil münkər. İnsana deyir ki, ey insan, dəyərli olmaq istəyirsənsə, qorunmaq istəyirsənsə, ilahi rızanı qazanmaq istəyirsənsə, cəmiyyətdə xeyri, bərəkəti, doğruluqlara yay, ancaq bu yetməz, əziz Allah buyurur. Əmri bir maruf, işin bir tərəfidir. İkinci işi də edəcəksən, nəhi ənil münkər. Yəni, ey insan, həm də pisliklərin, zülmün, yalanın, iftiranın qarşısında dur. Onlardan da qorun, onlardan da çəkin, onlara girmə. Nəinki girmə, aktiv ol, yəni onlara qarşı dur. Baxın, Allah insanı qorumağın yolu nə qədər gözəl göstərib. Xeyrə yönəlmək, şərdən çəkinmək, sizi qoruyacaq gözəl insanlar. Ona görə mən istəyirəm ki,